Evdə olan sadə ərzaqlarla möhtəşəm dadlı bir cupcake hazırlayırıq. Deməli 200 qram yumşaldılmış kərə yağının üzərinə 1 stəkan şəkər tozunu əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Bunu mikserlə mən həyata keçirdirəm ki, mənə rahat olsun, daha yaxşı qarışsın bir-birinə və həm də belə də daha rahat olur. İlk öncə kərə yağını ayrıca biraz çalıb, sonra da pesok şəkər tozunu əlavə edə bilərsiniz. Və yaxud da ki, elə mənim kimi şəkər tozu ilə və deməli kərə yağını ikisini də elə bir yerdə çalsaz kifayətdir. Daha sonra biraz çaldıqdan sonra üzərinə bir-bir yumurtaları sındırıb əlavə edirik. 3 yumurta əlavə edəcəm. Bir-bir sındırıb əlavə edirik və onu da mikserlə çalırıq. Mikser burada bizim işimizi daha da rahatlaşdıracaq. 3 yumurta əlavə edirəm və yaxşıca mikserlə çalıram. Belə olanda kərə yağı tam olaraq qarışır. Deməli, cupcake'imizin içində tam olaraq qarışıq, topaq şəklində qalmır. Bunları belə qarışdırdıqdan sonra yarım stəkan süd, elə şəkər tozunu ölçdüyüm stəkanla ölçürəm. Yarım stəkan süd və yarım stəkan da duru yağ bura əlavə etdim. Çəkmək yadımdan çıxıb. Və 3 stəkan, hardasa təxminən 3 stəkan da unu bura yavaş-yavaş əlavə edib qarışdırıram. Elə bütün deməli ərzaqları mikserin asta gözündə qarışdıraraq yavaşca əlavə edirəm. Deməli, bu ərzaqları qarışdırdıqda nə çox qatı, nə də çox yumşaq bir xəmir, deməli, bir xəmir alınmır. Nə çox qatı, nə də çox belə yumşaq bir, orta kıvamda bir, deməli, xəmir alınır. Qarışdırıcı görəcəksiniz ki, xəmir çox gözəl bir xəmirdir. Əsl belə cupcake deməli kıvamında olur. Təbii ki, bu cupcake'in içərisinə əlavə edəcəyimiz quru ərzaq, quru meyvələr, istədiyiniz quru meyvə ola bilər. Məsələn, mən indi bura qaysı quruları əlavə edəcəm, amma siz kişmiş, qara kişmiş, sarı kişmiş və yaxud da ki, başqa digər quru yemişlər də əlavə edə bilərsiniz, yemiş quruları da əlavə edə bilərsiniz, amma mənə elə gəlir ki, çox əlavə etməsəz daha yaxşı olar. Çünki nə qədər çox bu tip keklərin tərkibinə nə qədər çox quru yemiş əlavə etsək, bir o qədər də ağırlaşır və deməli o yumşaq, həfif deməli görüntü olmur. Və gördüyünüz kimi artıq xəmirimiz artıq hazırdır. Bax, fikir verin, belə bu cürlə mikserə yapışan bir xəmir alınır. Sonda isə mən qabartma tozu ölməsin deyə sonda deməli qabartma tozu və vanili də bura əlavə edib elə mikserlə qarışdırıram. Və bir ədəd limonun deməli qabığını mən çəkmişdim. Bir ədəd limonun qabığını. Onu da bura əlavə edəcəm. Və bu cür formada artıq bizim deməli cupcake'imizin xəmiri hazırdır. Və artıq mikserlə işimi bitirirəm. Daha sondakı mərhələdə spatula vasitəsilə davam edəcəm. Ərik qurularını xırda-xırda doğramışam. İncə olduqca, bacardığım qədər incə doğramışam və belə qaşıqla bu həmin qaysı qurularını, ərik qurularını qarışdırıram. Çox gözəl bir xəmir alınır, çox gözəl. Çox gözəl bir qarışım alınır. Dediyim kimi kişmiş də əlavə edə bilərsiniz. Qara kişmiş, ağ kişmiş. Yəni istədiyiniz əslində çərəzi əlavə edə bilərsiniz. Məndə belə qablar vardı, amma siz tək-tək olan pankek qablarına da doldura bilərsiniz. Klassik
deməli bu dəmir klassik kek qablarına da doldura bilərsiniz. Yəni istədiyiniz kimi edə bilərsiniz. Mən çox şəkildə doldururam ki, biraz daha belə həcmli, havalı, böyük alınsın mənim cupcake-lərim. Siz az doldura da bilərsiniz. Az doldursanız daha az şişəcək, yəni çox belə papaq kimi şişməyəcək. Normal şəkildə də qoya bilərsiniz. Mən belə tam doldururam. Tam doldurduğum halda bu qarışımdan cəmi 12 ədəd çıxır. Əgər sizin qablarınız balaca olsa və yaxud da ki, çox tam da doldurmasanız, biraz az doldursanız, daha çox sayda cupcake əldə edə bilərsiniz. Bu cür formada qaşığın köməyi ilə doldururam və deməli sonra bunu 160 dərəcədə, 150-160-dır. Yəni çox gür xodda qoymaq olmaz bişməyə. 150-160 dərəcədə alt üst ayarda qızmış olan sobama yerləşdirib bişirirəm. Hardasa kek kıvamında, yəni bir hardasa 40 dəqiqəyə, 50 dəqiqəyə, yarım saata belə pişir. Yəni ki, pişmə sürəsi də o qədər tez deyil. Daha az xodda qoyduğumuz üçün, daha az dərəcədə qoyduğumuz üçün bu təbii olaraq ki, pişmə sürəsimiz biraz uzun çəkir. Yəni burada heç bir problem yoxdur. Əsas odur ki, içi gözəl pişsin, yaxşı pişsin və götürdükdə xəmir qalmasın, yumşaq alınsın. Ona görə də çox gür xodda qoymaq olmaz deyə düşünürəm. Bu cür formada mən tam dediyim kimi, bayaq qeyd etdiyim kimi tam şəkildə doldururam ki, heç bir yəni gözəl şişsin, gözəl böyüsün. Və bu cür şəkildə artıq yerləşdirirəm sobama. Dediyim kimi 150-160 dərəcədə pişirirəm. Və gördüyünüz kimi çox gözəl pişib, çox gözəl. İnanın mənə ki, həqiqətən də çox dadlı, çox gözəl. İndi içini də kəsib göstərəcəm sizə. Yumuşaq. Bax belə çox doldurduğum üçün sanki göbələk kimi böyük bir formada şişib, çox gözəl alınıb. Çox gözəl alınır, hədsiz dərəcədə. İndi açıb göstərəcəm sizə. Və budur, çox ətirli, çox gözəl, yumşaq. Kərə yağının ləzzəti, bu qaysı qurusunun ləzzəti hiss olunur. Çox ləzzətli, çox dadlıdır. Yəni ki, həm hazırlanan günü həmin günü bitir. Yəni səhərə artıq qalmır. Bu şirniyyatımız çox gözəldir, çox gözəl, hədsiz dərəcə. Siz də sınayın, nuş olsun.